Kərbəla şəhidləri, Kərbəla əsirləri, pak, mütəhhər ruhlarına salavat zikr eləyək. İmam-ı Zaman əleyhissalamın salamatçılığına, zuhurunun təcillinə, Nazənin məsum qəlbinin bizlərdən razı qalmasına, məclisimizə nəzər eləməsinə, Muhammed və Ali Muhammedə salavat zikr edir. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve Tabibi kulubina ve Şefii zunubina Ebil Qasimil Mustafa Muhammed. Ve ala alihil masumin la siyyumel huccah ruhi ve ervahul alemin. بتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ومن المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا صدق الله العلي العظيم أعظم الله أجورنا وأجوركم بمصاب الحسين عليه السلام. Allah əcr inayət eləsin İmam Hüseynin hüzünlü şəhadət günlərində başda İmam Zaman ağa olmaqla siz əzizlərimizə baş sağlığı və təsliyyət ərz eləyirəm, diləyirəm. Allah bu müsibətli, qəmli, hüzünlü günlərdə qəlbimizin hüznün, ağamız, Mevlamız, sərvərimiz, İmam-ı Əsrin hüzünlü qəlbinə şərik eləsin inşallah. Hər kəs qədəm götürüb Hüseyin məclislərində iştirak ediblər. 10 gecə İmam Hüseynə əzadarlıq keçirmişik. Allah hamımızın adını İmam Hüseynin Həzrəti Əbəlfəzin dəftərində səbt-ı zəbt eləsin. Allah bizdən və bizdən sonra gələn nəsillərimizdən Peyğəmbər əhl-i beytinə düşman qərar verməsin inşallah. İmam Hüseyin əleyhissalamın öz mübarək kəlamlarından biri də buydu ki, Ənə qətilul əbərə, mən göz yaşları şəhidiyəm, la yəzkuruni mu'minun illa və bəka. Elə bir mömin olmaz ki, məni xatırlasın və ağlamasın. Kərbəla hadisəsində İmam Hüseyin əleyhissalamın hüzünlü şəhadəti, ürək yandıran şəhadəti bütün möminlərin qəlbinə bir dağ, bir müsibət, bir hərarət çəkir. Odur ki, əsrlər keçməsinə baxmayaraq, insanlar hər il sanki bu əza, bu müsibət bu il baş verib. Və bu, Həzrəti Peyğəmbərimizin sallavatullahın mübarək kəlamlarında yer alırdı. Yücəddidunəl əzaə fi kulli sənə. Hər il Hüseynin əzası yenilənəcək. İnsan köhnə bir şeyi xatırladıqca, köhnəldikcə, illər keçdikcə qəlbdə olan atəş, istilik gedir, azalır. İndi məsəl üçün deyirəm, Allah rəhmət eləsin dünyasını dəyişən bütün əzizlərimizə. Vaxt var idi, bir əzizimizi itirəndə atamızı, anamızı, indi yaşca böyüklər var burada. O hərarət, o ağlamaq, o qəmlilik indi yoxdur. İndi mümkündür mən atadan bir şeir oxuyum və eşidim. Mümkündür atadan bir hədis eşidim. Mən kövrələ bilərəm, atamı yad eləyə bilərəm. Amma da o dəfində elədiyim o ahnaləni eləyə bilmirəm. Bu onu göstərir ki, dünya təcrübəsindən insanın dünyadakı o qəmi kədəri unutmağa meyli var. İnsanlar İmam Hüseyni xatırlayır və xatırladıqca göz yaşların axıdır, ağlayırlar İmam Hüseynə. Bu əzadarlıq insanlar sanki yenilənir, hər il yenilənir insanlarsın. Biz İmam Hüseyni niyə xatırlayırıq? Xatırlayırıq ki, o müsibətləri yad eləyək, qəmlənək və qəmlənirik, ağlayırıq. Niyə görə İmam Hüseyin üçün ağlayırıq? Mən bu 10 gündə fürsət olmayıb
bu mövzuda danışım. Digər əziz ruhani qardaşlarım kifayət qədər zəngin çıxışları var bu barədə dinləmisiniz. Və elə düşündüm, mən də qısaca ağlamağın 3 məqsədini xidmətinizə çatdırım. Ağlamaqda olan 3 məqsəd var. Ümumiyyətlə, göz yaşı. İmam Hüseyn əleyhissalam özü də qeyd edir ki, mən göz yaşlarının şəhidiyəm. Bu söz onu göstərir ki, göz yaşı qəlblə əlaqədardır. İnsanın dili, danışdığı sözlər zehninin məhsuludur. Təfəkkürünün, təxəyyülünün məhsuludur. Ona görə Əli əleyhissalam buyurur ki, tukəllimu tu'rəfu. Danışın ki, bilinsin qabozda nə var. Görürsən, atalar misalıdır, el misalıdır və həqiqət də elə belədir. Deyir, insanı giyiminə görə qəbul eləyərlər, qarşılayarlar. Amma danışığına görə yola salırlar. Sonra Həzrəti ayrı bir kəlam vardır, hər kəs dilinin altında gizlənir. Yəni, gizlənir mənası budur ki, insanın qiyafəsindən onun necəliyini, xasiyyətini, dürüstlüyünü bilə bilməzsən. O görünüş adamı allada bilər. Amma elə ki, başlayır danışmağa, bilirsən ki, bunun düşüncəsi, mərifəti nə qədərdir. İnsanın düşüncəsini dili tərcümə eləyir. Dil, düşüncəni, təfəkkürü, dünya görünüşünü təfsir eləyir. Amma insanın qəlbi bağlılıqlarını, qəlbi məhəbbətini göz yaşı təfsir eləyir. İnsan ürəkdən yanmadığı bir hadisədə ağlaya bilmir. Yüzlərlə hadisələr var ki, başdan ayağa məsələn müsibət doludur, qəm doludur. Mən dursam onları sizə danışsam, mümkündür ki, ağlamayasınız, mümkündür ki, kövrələsiz. Amma adətən insan, belə deyim də, xasiyyətcə, təbiətcə belədir ki, o bədbin hadisələrdən, negativ hadisələri xatırlamaqdan insan həmişə qaçır, xoşlanır. Amma Hüseynin hadisəsində insanlar köklənir ki, bu şeyləri eşitsinlər. Hər gecə zikri müsibət eşitsinlər, ağlasınlar, mərsiyə dinləsinlər, roza dinləsinlər. Bu, ağlamağın içində nəsə var. Yəni, bu, sırf qəmdən ibarət olsa, insan axı qəmi sevmir. İnsan qəmi sevmir. Əgər Hüseynin şəhadəti təkcə qəmdirsə, o çox bezdirici olardı. Bu, əsirləri dözə bilməzdi. Əsirləri dözüb gəlib bura çata bilməzdi, təkcə qəm olsaydı. Deməli, burada qəmdir. Bu, insan düşünür, insan heç bir halda, heç bir şəxs, heç bir müsibətə deyə bilməz ki, kaş mən də orada olaydım. Yeganə müsibətdir ki, İmam Hüseynin Kərbəlası, bunu can-ı dildən bütün müsəlmanlar deyir, ya leytəni kuntə məək fənəfuzə fəvzən əzima. Kaş mən də orada olaydım, ya İmam Hüseyin, və mən də feyzə çataydım. Nə qədər bədbəxt, xoşa gəlməz, ürək açmayan hadisələr eşitmişik. Eşidən kimi nə deyirlər? Deyirlər ki, İraq olsun. Evli uşağı varsa, ailəsi varsa deyir ki, balalarımdan İraq, uşağımdan İraq, evladımdan İraq, atamdan İraq. Bu şey insan özündən uzaq istəyir. Amma Kərbəla hadisəsində sizə deyim, hansı hadisələr olmayıb, nə vəhşilikləri törətməyiblər orada. Amma biz bütün o Zeynəbi baxışla baxanda ora ma rəaytu illa cəmila nöqteyi nəzərindən dedi ki, İmam Hüseyin, kəş biz də orada olaydı. Atlarla cəsədlərin üstündən keçiblər, başları keçiblər, əsarət var, zülüm var, rəhimsizlik var, hər şey var. Amma gəlir deyir ki, ya leytəni kuntə məək. Bax, bu qəmə köklənmək və bu müsibəti orada olmağı arzu eləmək onu göstərir və İnsan ağlayır. Ağlamaq böyük bir, əslində, necə deyim, içində böyük bir mənaları əks eləyən bir dənə göz yaşıdır da, indi görür, insan gözündən yaş axır. Amma içində böyük bir fəlsəfə yatır onun. İçində böyük bir fəlsəfə yatır. Və İmam Hüseynə ağlayını təkid ediblər. Düzdür, bunun axirət faydaları, dünya faydalarında zikr eləyiblər. Məsələn, hədisdə var, bunu hamı bilir. İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs Hüseynin müsibətinə ağlasa və ya ağlatsa və ya özünü ağlayanlara bənzətsə, yəni birdən ağlaya da bilməsə bir adam, elə qəmlənsə, deyir ki, Allah qəfərəllahu zünubə ma təqəddəmə və ma təəxxər. Allah keçmiş və gələcək günahlarını bağışlayacaq. Dünyada da en qədər
nemətlər sayıblar o şəxslər üçün. Biz buna görə İmam Hüseynə ağlayırıq. Deyir, yox, İmam Hüseynə biz ona görə ağlamırıq ki, günahlarımız bağışlansın. Biz ona görə ağlamırıq ki, dünyada müəyyən nemətləri əldə eləyək. İmam Hüseynə ağlamağın bir mənası budur ki, İmam Hüseynin təbliğidir bu. Hüseynə ağlamaq Hüseynin təbliğidir. Ağlamaqla insanlara neysə çatdırıblar. Bəzi insanlara sözlə, bəzi insanlara şeirlə, bəzi insanlara məsələn, kitabla, hər hansı işarə ilə bir həqiqəti çatdırıblar. İmam Hüseynin həqiqətlərini də bəzən göz yaşı ilə çatdırıblar. Ona görə deyiblər, Hüseynin zikri müsibətini deyil. Ağlayın və bu ağlamaqla Hüseyni təbliğ edin. Deyərsiniz ki, ağlamaqla necə təbliğ edirlər? Mən tarixdən bir neçə nümunə deyim. Həzrəti Fatimə Zəhra salamullah aleyha, Peyğəmbər vəfat eləyəndən sonra 75 ya 95 gün yaşayıb. Mübarək ömrü 75 ya 95 gündür. Deyirlər 75 və ya 95 gün Həzrəti Fatimə Zəhra ağlayıb. Dünyadan köçən günə qədər ağlayıb. Xanım Zəhra niyə ağlayır? Axı bunlar insanlara səbirdə nümunədir, ülgüdür. Səbrin, əgər səbir sözdürsə, vahid yeganə mistaqı bunlardır. İkinci bir şəxs yoxdur ki, biz deyək, səbirdə kimə oxşar. Əgər ağlamaq bir ata müsibətində Həzrəti Zəhra atası üçün ağlayırsa, niyə bu qədər 75 gün, 95 gün? Axı, dində bu tövsiyə olunub ki, insanları səbrə dəvət edin, aramlaşdırın. Deyir, Həzrəti Zəhradan, Əli əleyhissalamdan soruşurlar, Fatimə niyə ağlayır? Dedi, Fatimə sizə istəyir bir iki sözü desin. Fatimə bu gözyaşları ilə istəyir sizə mühüm mesaj çatdırsın. Niyə ağlayır? Li zulmil vəsi və li fiqdin nəbi. Peyğəmbərin canişinə olunan zülmə görə və Peyğəmbərin sözünün yerə düşməsinə görə. Həzrəti Zəhra bunu sözlə də deyə bilərdi, amma sözü dinləmirdilər, eşitmirdilər. Bilirdilər məsələ nə yerdədir. Həzrəti Zəhra Beytül Əhzanda gecə-gündüz ağlamaqla, Həsənin, Hüseynin əlindən tutub gedib orada ağlamaqla və insanları özünü, hətta hədisdə var, dünyada 5 nəfər, əl-bukkauna xəmsə, 5 nəfər ən çox ağlayan olub. Biri də Həzrəti Zəhradır. Həzrəti Zəhra ona görə ağlayırdı ki, bildirsin ki, insanlar İslam ümməti olaraq Peyğəmbərə xəyanət elədiniz. İslam ümməti olaraq Peyğəmbər ailəsinin haqqını qəsb elədiniz. İslam ümməti olaraq əlbir oldunuz, Peyğəmbərin xəlifəsinin canişinini evdə xanəməşin elədiniz. Haqqını qəsb elədiniz. Həzrəti Zəhra ağlayaraq bunu insanlara çatdırırdı. İmam Zeynul Abidin əleyhissalam Kərbəla hadisəsindən sonra 34 il yaşayıb və 34 ildə ağlayıb. Belə olmayıb ki, məsələn, bir dəfə olsun bir şey. Hər gün süfrə salınanda İmam Səccad ağlayırdı. Niyə ağlayırdı? Deyirdi, ağlayıram ona görə ki, bizi əsirlikdən getirib Kufəyə İbn Ziyadın sarayına daxil eləyəndə böyüklər acı idi heç. Böyük biraz özünü ələ ala bilir. O xırda uşaqlar da acı idi. Onlar elə şərait yaradılmışdı ki, Hüseynin balaları onların qabağına geçsin, əl atsın, çörək istəsin. Və onlar özlərində bir ləzzət alsın ki, bax, bu cürlə bu ailədən intiqam alırıq, hələ də almaqdayıq. İmam Səccada o elə təsir eləmişdi o hadisə. Bax, son deyərsən ki, burada nə var ki, adam ac, o qədər ac süfrə başına getmişdir ki. Burada məsələ sənin ac süfrə başına getməyin deyil. Məqsəd düşmənin sənin üçün hazırladığı plan idi. İmam Səccad onu istəyirdi bildirə ki, bizim düşmənimiz nəinki dinsiz idi, heç kişiliği yox idi. Mənnici yox idi, qeyrəti yox idi, şərəfi yox idi ki, insan əsirini belə ac saxlaya bilməz. Dinin məntiqində öz əsirini belə, əgər acından öldürsə, gərək onun diyəsin versin. Kafir olsa belə, əsirini öldürsə acından, suzundan, onun gərək diyəsin versin. Yaxşı, İmam Səccad əleyhissalam 34 il ağlayırdı, süfrə salınırdı, ağlayırdı. Su görürdü, ağlayırdı. Dedi, bilirsiniz niyə ağlayıram? Atam Hüseyni susuz şəhid elədilər. Keçirdi bir qəssab dükanının yanından, görürdü heyvanı keçəcək, Həzrət gəlirdi, dedi, buna su vermirsən.
Dedi ki, ağa bəli. Dedi, atam Cəddim Hüseynin başını kəsdilər, susuz kəsdilər. Peyğəmbər sünnəsində, ədəbində bir heyvanı belə susuz kəsməyə icazə verməyib. Ona əziyyət verərək kəsməyə icazə vermədiyi halda Cəddim Hüseyni qətri səbr ilə öldürdülər. Yəni Hüseyni hər tərəfdən sıxdılar. Hüseynin bir yana getməyə yeri yox. Hüseyin düşdü, çıxır bir yerə, hər tərəfdən saldırdılar üstünə. Bunu İmam Səccad sözlə deyə bilmirdi. Niyə deyə bilmir? Çünki imkan vermirlər sözlə desin. Ağlayırdı, bir nəfər gəlir otururdu. Deyirdi, ya Resulallah, yadınızdan çıxmır, unuda bilmirsiniz. Niyə ağlayırsınız? Həzrət deyir ki, bunları necə unudun? Sonra bir dənə misal getirirdi. Dedi, Yəqubun bir dənə Yusifi gözündən qeyb oldu. Yəqub haradasa peyğəmbərlik elmi ilə bilirdi Yusif sağdır. Amma hicranına dözə bilmirdi. Mənim Yusiflərimi gözümün qabağında doğrayıblar. Mən necə ağlamayım? Yəqub Yusifin gözündən itirmişdi. O qədər ağladı, gözləri kör oldu. Mənim Yusiflərimi, əmilərimi, əmin balalarını, qardaşlarımı, bibim balalarını gözümün qabağında doğradılar, başlarını vurdular nizəyə, gözümüzün qabağında apardılar. Bax, ağlamağın bir işi budur, təbliğdir. Biz dünyaya ağlamaqla soruşurlar da, bunlar niyə ağlayırlar? Deyir, Livanlı Məsihi bir xanım Rüqəyyənin hərəminə getirdi, bir xalça saldı. Məsihidir, xanım Rüqəyyənin ziyarətinə gəldi, deyir, xalça saldı. Xidmətçilər soruşdu, hardan gəlmişsən, nədir, falan, bəsməşən. Dedi, mən Livandan gəlmişəm, xəstəm var. Və təzə çatmışdıq bura, deyir. Gördük, dəstə-dəstə insanlar ağlaya-ağlaya bir yerə gedir. Bir yerdik, hamı gəlir. Hər gün yüzlərlə adam bura girir. Düşündük ki, yəqin bu çox imkanlı adamdır və qohum əqrəbəsi də çoxdur. Və bu hal neçə gün davam elədi. Məhərrəm günləri olur, adi ziyarət günləridir. Onu dəqiq fikrimdədir. Məndə bir sual yarandı və elə orada oteldə qalanlardan soruşdum ki, orada kim yaşayır ki? Dedilər, orada Hüseyin İbn Əlinin 3 yaşında qızıdır. Adı Rüqəyyədir. Dedim ki, o sağdır. Dedi, yox. O dünyasını dəyişib, şəhiddir. Nə vaxt dünyasını dəyişib? Yası tezə başlayıb. Dedi, yox, 14 əsr bundan qabaq. Dedi, sən kimsən? Dedim, bəs mən Livandan gəlmişəm, xəstə getirmişəm, uşağım xəstədir. Dedi, xəstənin ünvanını soruşursan sən məndən. Çox böyük kəramətlər sahibidir o Rüqəyyə. İstəyirsən balon tez sağalsın, təvəssül elə ona. Dedi, təvəssül nədir, necə eləyim, nə deyim? Dedi, nəzr eləyirəm. Nəzr edirəm, gəlmişəm bu şəhərə, xanım Rüqəyyə əli ilə Allahdan şifa istəyirəm qızıma. Yandım mən də deyir, hərəmin çölündə deyir, danışdım deyir, bu sözümü dedim. Mənə deyir, necə tanıtdırmışlar birinci dəfəsində, elə səmimi qəlbdən o xanıma deyir, bunları dedim. Gəldim, deyir, evə girəndə, deyir, qızım gördüm, durub ayağa. Belə yazıblar ki, bu fələc idi, ayaqdan gəzə bilmirdi. Gördüm, qızım durub gəzir, kimisə axtarır. Qızım, nə olub, sən necə durdun ayağa? Dedi, ana, bir qonağım var, elə sən gələndə getdi. Sən gəldin, getdi. Dedi, mənə danış görüm, o hardan gəldi? Dedi, heç nə, bir balaca qız idi, elə mən yaşda, mən boyda. Gəldi, dedi, girdi içəri. Dedi, siz neçə gündür bu şəhərdə qonaqsınız, biz bilirik, xəbərimiz var. Gəlmişəm, əlindən tutum səni qaldırmayağa. Bir əllərim uzatdı, deyir, qaldırdı, deyir məni. Mən dedim, axı, mən gezə bilmirəm. Dedi, dur, mən sənə deyirəm, dur ayağa, gezəcəksən. Tutdu, deyir, əllərimdən, gezdirdi o tərəfə, bu tərəfə. Deyir, qızım, kim idi o? Deyir, onu bildim ki, dedi ki, mən də bu şəhərdə qəribəm. Siz də qəribsiniz, mən də qəribəm. Mən də evimdən eşiğim, mənim evim Mədinədə. Deyir, bildi xanım, deyir, bildim. Bildim ki, nəzrim qəbul olub, gətirmişəm bu xalçaları, sərim. O xanım deyir ki, mən o ağlayanları görməsəydim, ora getməklərini görməsəydim, mən mümkün də şəhərdə qalıb və neçə gündə qalsaydım, məlumatım olmazdı. Bax, bu ağlamaq Hüseynə bir təbliğdir, dünyaya bir mesajdır ki, bu nə hadisədir ki, insanlar soyumaq bilmir. Bu nə hadisədir ki, insanlar belə
hərarəti ilə, istiligi ilə, günü-gündən şiddətləndirilir. Kimə dəvət eləmişik, kimə pul veriblər, kimə burada təklif ediblər ki, sən ged ağla. Kimi göndəriblər bura 10 gündə ki, sən ged orada iştirak elə. Hamı özü gəlir, hamı öz istəyi ilə gəlir, öz məhəbbəti ilə gəlir. Bax, o əzadarlığın, ağlamağının bir mənası budur. İkinci mənası budur ki, qısa deyirəm, mən səninlənəm. Eşitmişəm belə bir hadisəni yer üzündə baş verib. Mən buna laqeyd qala bilmirəm, İmam Hüseyin. Ağa, mən buna laqeyd qala bilmirəm. Mən deyə bilmərəm ki, mənə nə? Bu ağlamağım onu göstərir ki, o ziyarət-i Aşurada sənə dediyim sözü sübut edirəm. Aşura ziyarətnaməsində deyir ki, məsum ziyarət edir də İmam Hüseyni. Deyin ki, inni silmun limən saləməkum və hərbun limən harəbəkum və vəliyyun limən valakum və əduvvun limən adakum. Əbu Abdullah, mən dostam, sevirəm o kəsi ki, sizi sevir. Və hərbun limən harəbəkum, düşmənəm o kəsə ki, sənə düşməndir. Vəliyyun limən valakum, vəlisiyəm, dostuyam, o kəsin ki, sizlə dostdur. Və əduvvun limən adakum, düşməniyəm, əduvvuyam, o kəsin ki, sizə düşməndir. Ağlamaq, o sözdə dediyin şəxsin yanında olmağını təsdiq eləyir. Sözdə dediyin şəxsin yanında olmağını təsdiq eləyir. Və bu da mühümdir. Səhv etmirəmsə, Tasuva günü, ya Aşura günü bu söhbəti elədik. Çünki insan ağlamasa, tərəfin müəyyən eləməsə, işi çox çətindir. Bildirməsən ki, sən Hüseyndən yanasan, yoxsa Yeziddən yanasan. Bu çox çətindir. Ola bilər həyatda bəzi insanlar var, deyir, orta yolu tutmuşam, gedirəm. Mənə nə? Yox, o insanlar çox səhv edirlər. Əslində orta yolu tutmuyorlar. Orta yolu tutmuyorlar. Hüseyni qəbul eləməmək, Allahın dinini elə qəbul eləməmək kimidir. And olsun Allaha belədir. Yəni Hüseyndə nöqsan axtarmaq, Allahın dinində nöqsan axtarmaq. Hüseynə əzadarlıq keçirməyi özünə sığışdırmayıb, yaraşdırmamaq, Quranda nöqsan axtarmaqdır. Peyğəmbər sünnəsində, şəriətində nöqsan axtarmaqdır. Mümkündür. Mümkündür bir adam desin ki, dinimdə qalıb və tərəfimi də seçmirəm. Mümkündür. Bax, bu ağlamaqla, bu məclisə gəlməklə, İmam Hüseynə əzadarlıq keçirməklə, illərdir, əsrlərdir, atalarımız, babalarımız və növbə çatıb bizə, biz də deyirik ki, ata-babalarımız, Allah sizə rəhmət eləsin, bu estafeti vermişsiniz bizə. Biz də gəlmişik Hüseyin məclisinə, deyirik ki, inni silmun limən saləməkum. Hüseyin, biz səndən yanayıq, sənlənik və bilirik ki, sən haqq idin və etiraf edirik ki, sənə zülm elədilər. Bilirik ki, sənin qanuna haqq tökdülər və bəriun və bezarlığımızı, nifrətimizi, kinimizi, lənətimizi də dilə getirdik. Hər mərsiyədə, hər onların adı gələndə deyirik, Allah lənət eləsin. Bunu da mütləqdir, gərək deyəsən. Gərək bunu da deyəsən. Və üçüncü məsələ, ağlamağın içərisində olan həqiqət, insanın ağladığı şəxslə dərin bağlılığını göstərir. Başa düşürlər ki, bu bizi ağladan şəxs bizə çox yaxındır. Elədir. Bizi hələm-hələm ağladır, bizi hər şeyi ağlaya bilmərik. Onlarla sizə hadisə danışın. Avtoqəzalar var ki, heç baxa bilmərik. Ağlamadan gedir zaman, kömək edir, çıxır oradan. Maşın keçib üstündən heç bilinmir bədəninin forması necədir. Gedir, kömək edir, orada kimsə ağlayır. Ağlayır, amma yaxın olanlar ağlayır. Bax, bu ağlamağın içində bir dənə həqiqətdə biri budur ki, bizim daxilən, qəlbən Hüseynə bir bağlılığımız var. O bağlılıq bizi ağladır. Biganə olsaq Hüseynə biz ağlaya bilmərik. Bax, gəlmirsən bir hüzür yerinə. Tanımırsan kimi, heç kimi tanımırsan. Düz? Bir dostun vasitəsilə getmirsən, o da deməyib sənə, girmirsən içəriyə, mağardır, mərasim evidir, indi çıxırsan. Sən istəyirsən bir dənə başsağlığı verəsən burada. Kimə gedib başsağlığı verəcəksən? O adam ki, qəmli dayanıb, o adam ki, görürsən ki, bunu məclis tutub,
ağlayıb, hüzünlüdür. Oradan bilirsən ki, məclisdə burada ən ürəyi yanan adam budur. Deməli, məclisdə rəhmətə gedənin ən yaxın adamı budur. Ya oğludur, ya qardaşıdır, ya atasıdır, ya filankəsidir, bəsmankəsidir. Bu ağlamaq İmam Hüseyin onu göstərir. Dünya bizə belə baxanda kənardan və bunu görür. Bunu görür. Deyir ki, yox, bunların Hüseyinlə bir bağlılığı var. Məqsəd onun sənin ağla. Sən get başqa şey üçün ağla. Görüm sənə deyərlər, niyə ağlayırsan? Heç kəsin marağında da deyil. Borcun var, borclu zəng eləyib sənə, problemlərin falan bəsməkan ağla. O ağlamaqlarımıza sosial şəbəkədə kimsə irad eləyib bu günə qədər. Yox. Amma Hüseynə biz ağlayanda hamı narahat olur. Niyə narahat olur? Bizim göz yaşımızda heyfləri gəlir, bizə rəhimləri gəlir, istəyirlər biz ağlamayaq. Yox. Elə o bağlılıqlarımızı, Hüseynlə bağlılıqlarımızı həzm eləyə bilmirlər. Bilirlər burada nə var? Bilirlər bu ağlamağın içində nə təsirlər var? Bilirlər Hüseynə əzadarlığın içində nə təsirlər var? Bax, İmam Hüseyin əleyhissalamın qəlblərdə o hədisi deyim, sözümü tamam edirəm. Peyğəmbər buyurdu ki, İnnə lil Hüseyni, innə fi qulubil müminin lil Hüseyni məhəbbətən məknunətən lən təbrud əbədə. Allah Hüseynin qəlbi, bütün möminlərin qəlbində, Allah Hüseynin məhəbbətinin elə bir istiliyin qoyub ki, elə bir hərarətin qoyub ki, qiyamətə qədər soymayacaq. Onu açsınlar qulaqların, qəşəng eşitsinlər, bilsinlər. O soymayacaq. O soyuya bilməz. Niyə soymaz? Bir insan atası öləndə necə ağlamasın? Bir insan anasının öldüyü vaxt ona necə ağlamasın? Necə gələk deyək ki, mən səni istəyirəm, deyirəm ki, atan ölsə ağlama, anan ölsə ağlama. Hüseynə ağlamanın mənası budur. Atava ağlama, anava ağlama. Öz əzzivə ağlama. Bunu necə təbliğ eləyəsən? Bunu necə yeridəsən başlara, qəlblərə? Mümkün deyil. Ona görə əsrlər keçir, o bağlılıq, o sürblərdən, o pak nəsillərdən nəsilə keçə gəlib. Hüseynə ağlamağı biz dünən öyrənməmişik. Ona görə Peyğəmbərin bu sözü yadımızda olsun həmişə. Deyir, hər kəs وَمَنْ وَجَدَ حُبَّ بَرْدِنَا فِي قَلْبِهِ فَلْيَكْسُرِ الدُّعَى لِأُمِّهِ. Hər kəs bizim məhəbbətimizin sərinliyini qəlbində hiss eləsə, atasına, anasına dua eləsin. Yəni bu sözün mənası nədir? Bizi təbliğatla sevdirə bilməzlər. Heç vaxt mümkün deyil. Birdən kimsə deyər, Hüseyni təbliğ eləyiblər, cəmaat sevir. Vallahi yox. Elə həmişə qarşısı alınır. Hüseynin ziyarətinə gedənin əlin kesiblər, ayağın kesiblər, həbs eləyiblər, sürgün eləyiblər, yandırıblar, öldürüblər, adın çəkəni, adın qoymağı, hər şey. Bu təbliğ olmuyor. Hüseynin o sürblər ki gəlib, o halal yemələr, halal lütfələr, o insanların bir-bir gəlib sürbləri yetişib, gəlib o halal pak sürblər Hüseyni sevdirib. Hüseynin qəlblərdə də bağlılığı, Hüseyni dildə hə denən. O qəlbdə olmasa, o göz yaşı o qəlbin içindən süzülüb gələ bilməyəcək. Bəni Əsəd tayfası deyir, Roza xanımız yoxdur, bir zikri müsibət qısaca deyim. Bəni Əsəd tayfası 3 gündən sonra Kərbəla şəhidlərin dəfninə gəlir. Necə gəlir? Deyirlər, keçirdilər oradan. Xanımları gəldilər suya tərəf, Fərata tərəf, nəsə yumağa, nəsə sudan istifadə eləməyə. Gəldilər, deyir, bir səhnə gördülər orada, qorxdular, qaçdılar. Gəldilər öz həyat yoldaşlarının yanına ki, orada cənazələr var, amma heç birinin üstündə başı yoxdur. Dedi, nə danışırsınız? Dedi, gəlin elə bir baxın. Gəldilər, gördülər ki, doğrudan da cənazələr var. Amma tanınmır. Tanınmır. Baş bədəndə yoxdur, bir buna görə tanınmır. Bir də ki, sümüklər bədəndə qalmayıb, atlar çapıb, atlar gezib bunların üstündə. Bax, bu vəhşiliyi törədiblər Kərbəlada. Deyir, kişilər deyir, qollarını çırmaladı, dedi ki, gəl bunları dəfn eləyək. Elə bu hay fikirdə, düşüncədə gördülər bir nəfər gəlir.
Bir nəfər gəlir, bir nəfər bunlara çatanda bunlar özlərini yığışdırdılar. Sanki burada dəfn işi olmayacaq. Dedi ki, salam verdi bunlara. Dedi ki, salam, neyinirsiniz? Dedi, işte biz də elə indi çatmışıq, baxırıq. Dedi, yox, mən bilirəm, siz bunları dəfn eləmək istəyirsiniz. Bunlar qorxdular ki, bəlkə məmurlardandır, xəlifənin adamlarındandır, canlarını qorumaq üçün dedilər, yox. Həzrət dedi ki, mən bilirəm, siz dəfn eləmək istəyirsiniz, elə mən də dəfnə gəlmişəm. Mənə kömək eləyin. Deyir, gəldi, deyir, İmam Hüseyin əleyhissalamın qodalı çuxur yerə düşdü, deyir. Dedi, mənə bir həsir getirin. Dedilər, biz də gələk ora sənə kömək eləyək. Dedi, yox, ehtiyac yoxdur. Mənim köməyim var. Mən işarə elədiyim yerdə qəbir qazıyım. Qətligah, İmam Hüseyin əleyhissalamın şəhid olduğu yer, Allah qismət eləsin, dəfələrlə gedəsiz ziyarət. Qəbri 6-7 metr, 10 metr məsafədir. İmam Səccad oradan götürdü qucağına İmam Hüseynin cənazəsini. Çıxartdı oradan. İşarə elədi ki, burada qəbir qazıyım. Bir həsir aldı onlardan. Həsirə bükdü, deyir İmam Hüseynin cənazəsini. Gəldi, deyir, qəbrə qoydu. Düşdü, deyir, qəbrə, deyir. Üzün yapışdırdı İmam Hüseynin boğazına. Dedi, ata, cəddim Rəsulullaha salam denən onun əhl-i beytini, onun balalarını əsir aparırlar, şəhər-şəhər dolandırırlar. Ata, salam olsun məndən sənə, salam olsun kəsilmiş başıva, salam olsun kəsilmiş boğazıva. Bunu deyir, bunlar da bilmirlər kimdir, bilmirlər elə kimdir, dəfn olunan kimdir. Deyir, qoydu, deyir, qəbrin torpağını tökdü, baxırlar. İşarə elədi ki, burada bir böyük qəbir qazınsın. Kərbəla şəhidlərin dəfn elədi orada. İmam Hüseyin əleyhissalamın ayaq tərəfində Əli Əkbəri dəfn elədi. İmam Hüseynin sinəsində Əli Əsqəri dəfn elədi. Deyir, çıxdı, deyir, gördü barmağı ilə torpağa yazır. Haza qəbru Hüseyin ibn Əli. İndi Kərbəlada bilirsiniz, nələr olmuyor. Qarət olub, baş kəsmə olub, cəsədlərin üstündə at çapma, hər şey olub. İmama hansı ağır təsir eləyib? O qəbrin üstündə onu yazdı. Bilirsiniz nə yazdı? Yazdı, Haza qəbrul Hüseyin ibn Əli, əlləzi qətəluhu ətşanın. İndi də İmam Hüseynin qəbrində o yazılır. Bu, Əlinin oğlu Hüseynin qəbridir. O Hüseyin ki, onu susuz şəhid elədilər. Onu susuz şəhid elədilər. Deyir, çıxdı, deyir, dedi, başqa bir cənazə var burada, görməmsiniz. Dedilər, ağa, bir tərəfdə o Fəratın yaxınlığında da bir cənazə var. Amma ona nə qədər güc elədik, biz götürə bilmədik. Çünki hansı üzvün götürürdük yerdən, o biri üzvü qalırdı yerdə. Bir Həzrət gəldi, deyir, əyləşdi. Həzrət Əbəlfəzin cənazəsinə çatanda əyləşdi yerə. İstədidir İmam Səccad getirsin, İmam Hüseynin yanında dəfn eləsin, amma getirə bilmədi. Getirə bilmədi. Orada qəbir qazıdılar. Dedilər, ağa, bu kimdir? Dedi, bu mənim əmim Əbəlfəzdir. Əlləzi müfasatu nəfsihi li əxi. Canını qardaşına fəda elədi. Canını qardaşına fəda elədi. Bu, həmən Əbəlfəzlin qəbridir. Ağa, bəs sən kimsən? Dedi, mən İmam Hüseynin yadigarıyam. İmar-ı Zeynəlabdin, İmam Səccadam. Qolların göstərdi, deyir. Qollarında zəncirin yerləri var idi, ipin yerləri var idi. Ayaqların göstərdi. Dedi, bizəsirik. Amma Allah mənə imamət elmi ilə teyyülə ərz elədi. İmamı ki, imam dəfn eləməlidir. Allah lütf elədi mənə, gəldim Hüseyni, atamın cənazəsini dəfn elədim, namazını qıldım. Və onu da sizə yerində göstərdim. Ondan sonra insanlar İmam Hüseynin qəbrinə ziyarətə gəlir. Allaha and verirəm Muhammed al Muhammedə. Allah dünya və axirət bizi onların elmindən, bu dünya ziyarətlərindən, axirətdə şəfaətlərindən bir nəsib eləməsin. Allah hər birimizin nə hacəti, nə istəyi var, hacət və istəklərimizi rəva eləsin. 10 gecə və bu gecə də daxil olmaq İmam Hüseyin məclislərində qədəm götürüb iştirak edən möminlərin Allah dünya və axirətlərin abad eləsin. Allah adımızı İmam Hüseynin dəftərində zəbt eləsin. Allah bizdən və bizdən sonra gələn nəsillərimizdən İmam Hüseynə düşman qərar verməsin. Bu məclisin maddi, mənəvi tərəfində təşkilatçılıq edən əzizlərimizin maddi müşkillərin, çətinliklərin asan eləsin. Allaha and verirəm Muhammed ali Muhammed hörmətinə. Allah Teala bu məhərrəmi, bu əza günlərin ömrümüzə sonuncu məhərrəm ay qərar verməsin.
İmam-ı zamanımızı bizdən razı eləsin. Ağamızın dualarını halımıza şamil eləsin. Bizi o həzrətə başsağlığı diləyən möminlərdən qərar versin inşallah. Kərbəla şəhidlərinin, vətən uğruna verilən şəhidlərin pak, mütəhhər ruhlarına, öz ölənlərimizlə bahəm, Seyyid-i Saadat, Üləma, Füzəla, Süləha, Şühəda, Muhammed və Ali Muhammedə salavat hədiyyə eləyək.